Rusiya lideri Vladimir Putin Ukrayna ordusunun mülki obyektləri hədəf almasını əsas gətirərək cavab zərbələrinin intensivləşdiriləcəyini bildirib. Bu, Moskvanın öz hərbi əməliyyatlarını müdafiə xarakterli kimi təqdim etmək cəhdidir. Bu fikirləri siyasi şərhçi Aydın Tağıyev Today Press TV-yə danışarkən bildirib. Analitik əlavə edib ki, beynəlxalq hüquq baxımından mülki obyektlərə qarşı geniş miqyaslı hücumlar legitim müdafiə sayıla bilməz. Digər tərəfdən görünən odur ki, Rusiya ordusunun xüsusi hərbi əməliyyat zonasında 700 mindən çox hərbiçisinin olması Kremlin müharibəni uzun müddətli və geniş miqyaslı planlaşdırdığını göstərir. Bu rəqəm həm daxili auditoriyaya güc nümayişi, həm də Qərbə bizim resurslarımız tükənməzdir mesajıdır, deyə o izah edib. Siyasi şərhçinin sözlərinə görə Putin irəliləyişin istədiyi qədər sürətli olmadığını özü də etiraf edir ki, bu da Rusiya ordusunun ciddi müqavimətlə üzləşdiyini göstərir. Ukrayna qərb silahları və kəşfiyyat dəstəyi ilə müdafiəni gücləndirdikcə Moskva yavaş, amma davamlı narrativi ilə daxili ictimaiyyəti sakitləşdirməyə çalışır. O əlavə edib ki, cavab zərbələrinin artırılması bəyanatı həm də qərbə yönəlmişdir. Stat. Putin göstərmək istəyir ki, Ukraynanın mülki infrastrukturu hədəf alması iddiası Rusiyanın sərt reaksiyasını legitimləşdirir. Bu, Kremlin biz yalnız cavab veririk ritorikasının davamıdır. Rusiya liderinin ritorikası hazırda daha sərt və eskalasiya edici xarakter daşıyır. Выстрел! 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 Орудие! Выстрел! 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 O, nüvə arsenalının gücləndirilməsini, sarmat raketlərinin sınaqlarını və qərbə qarşı uzun müddətli qarşıdurma hazırlığını ön plana çıxarır. Bu, Kremlin həm daxili auditoriyaya güc nümayişi, həm də NATO və qərbə qarşı psixoloji təzyiq vasitəsidir. Statın sonu. Aydın Tağıyev hesab edir ki, bu münaqişənin yalnız döyüş meydanında deyil, həm də diplomatik və informasiya müstəvisində davam etdiyini göstərir. Rusiya öz mövqeyini legitimləşdirmək üçün müdafiə ritorikasına söykənir, lakin beynəlxalq aləmdə bu daha çox eskalasiyanın yeni mərhələsi kimi qəbul olunur. Aysel Mətləb, Namiq Abbasov, Today Press TV. Ще буде. Помагать.
Давай, давай, давай. Все.